Bəlkə bir-birimizi tanımırıq, ancaq mən çox insanları tanımam, sevməyə də bilərik bir-birimizi, ancaq nə gözəl ki, oturub danışırıq və anlayırıq bir-birimizi. Bir-birimizi sevməyə də məcbur deyək, amma bir çərçivə içərisində ən azından hərəkət etməyə məcbur, başqa bir çare yoxdur. Necə ki, demişdik ki, Oqtay Akbal, öncə əkməklər bozuldu, sonra hər şey. Öncə əkmək bozuldu və öncə də demək olar ki, bu birliklər və bərabərliklər fərq etdim ki, xaricdə və ya daxildə olsun, bozuldu, amma qurtarmağa başarırıq, yavaş-yavaş qurtarırıq, sonra iş gəlir, basmanlıqda, sağlamlıqda onları qurtara bilərik. Hər halda mən zənn edirəm, buradakı olanlar, dostlar, hamısı mevzuya agahdılar, biganə deyirlər, yabancı deyirlər və gərək də qalmır ki, çox sadə və bəsit demək. Yəni, mən bunu dinləyicidə bir həqarət olaraq bəzən görürəm ki, onu bəsit olaraq görür və ona bildiyi şeyləri anlatmaq. Amma yenə də çalışacağım ki, çünki bəzən etiraz olunur ki, mən külli quya edirəm, məsələn, külli danışabilirəm, ancaq detallı şəkildə də bəzi şeyləri aktaracağım sizə. Ümumiyyətcə, bizim baxdığımız Azərbaycanda gedəli hərəkata, hamının bildiyi kimi, əsas demək olar ki, zirvə nöqtələrindən birisi məşrutiyyət dönəmində Azərbaycan o, indi bəzən İran ağını deyirlər, inzivai ideolojik və ya inziva və istisna. Azərbaycan o inziva və istisnasından çıxır. Yəni, demək olur ki, bir nəvi yalnızlıq halətinə qalır. Yəni, o inziva və istisna ki var idi. Yəni, əsasən demək olar ki, istisnadan çıxıb daha çox münzəvi və yalnızlıq halə gedir. Nədir ki, Təbrizin mərkəziyyəti aradan getməklə bərabər, Darüssəltəni Təbrizin aradan getməsi ilə bərabər və getdikcə Azərbaycandakı aydın kəsib fərq etmir bu Təbriz məktəbi Molla Nəsrəddinin neçə müddət orada yayılması ilə və yaxud Qafqazdan gələn fikriyat və habelə İstanbuldan gələn fikriyat Təbrizin bir 4 yol olduğu üçün səbəb olur ki, bu fikriyat müstəqim Tehrana mərkəzə getdikdən sonra və mərkəzin daha da qəddarcasına bəzən və bəzən də demək olar ki, fəsadla, yolsuzluqla, əyalətləri satmaqla o məşhur Təbriz əncümənin şeyi var, məktubu var, şaha deyir ki, əgər sən yerində oturmazsan, Azərbaycan milləti sənin yerində oturda bilər və bu məktub bütün əncümənlərə gedir. Yəni, görün, Təbriz əncüməni nə qədər güclüymüş ki, bütün İrandakı olan əncümənlərə bunu təyin edir. Və oradan onunla bərabər bu zəfiyyət və bu ədalətsizliklə bərabər yavaş-yavaş orada insansızlaşdırmaq mekanizması ələn olur. Bunu niyə buradan başladın ki, biz hardan bu kimliyimiz və o kəramət insanımızı əldən verdik? Oradan başlayır. O, 1290-da Aşurada Siqətül-İslam və Əli Misyonun balalarını edam edirlər. O ləhzədən başlayır ki, məhərrəmlikdir və hamı sinə çalır. Kəsəli bunun kitabında yazır, gedir, deyir ki, niyə siz sinə çalırsınız Hüseynə, ancaq qabağınızda edam edənlər var. Rusiya, onların tüfəyi var, biz onlardan qorxuruq. Əsas məsələ budur bizdə. Qorxmayan insanlar öldülər və indiki durumda da bu arxamızdakı olan insanlar və ya sabah bəlli deyil. Bugün danışdığımız, çalışdığımız dostumuz da tutuqlara bilər, gedə bilər. O, insansızlaşdırmaya qarşı. Çünki hakimiyyətlər əsasən sizdən o insan olmağı alır. Yəni, bu insan olmadığı halda insan haqlarının da heç bir anlamı yoxdur. Bunları çox hızlı gedirəm ki, İran Respublikasının inqilabına gəlir. Bu, eyni şəkildə fərq eləmir 21 Azər hərəkatında da səni insan olaraq dəyərləndirir. Əzir, kəsir, biçir və onun rivayəti gedir qabağa. Sən rivayət etmə haqqın da yoxdur, müdafiə etmə haqqın da yoxdur. Çünki səni elə bir kateqoriya qoyur və səni ona məhkum edir,
Sən o kateqoridən çıxamırsan. Özündə bu insanlaşdırmanı inkişaf edib, monitor edib və göstərmək üçün. Bunu Rzaxan dönəmində də olur. Rzaxan fərqli bölgələrdə əşirətləri və ya qəbilələri əzməklə bərabər deməklə və onun getdikcə monopol, totaliter bir hakimiyyətlə fərqli insanları əzdi və bu səslər bastırıldı, qəzetlər bastırıldı, danışanlar, Təbriz o önəmini əldən verdi, ekonomi olsun və ya fikriyyat olsun, Osmanlıdakı gedən problemlər, sonra Cumhuriyyətin yaranması hərsən bir bərzəx və bir ərəf yaratdı, ancaq yenə də Təbrizi o böhranlarda ayaqda saxlaya bilərlər. Təbriz tamamilə məhv oldu. Bu Təbriz demək nəmədir? İnsanları ilə, tək-təki ilə, baqqalı ilə, çaqqalı ilə, oğrusu ilə, yalancısı ilə, düz danışanı ilə, hamısı eyni bir çərçivənin içərisində əzildilər. Məmməd Rza Devlinin hamınız bilirsiniz, kişiləri hərəkatı var. Ondan sonra daha önce onda Xiyaban hərəkatı, onun dəvamı. Ta gedib sol qrupların Məmməd Rza Pəhləvinlə mücadilə etməsi, onun qəddarca hakimiyyətinə münasibət bildirmələri vardı. O dönəmdə də ayrı seçkilik, əzmər, türk dilinin çətinliyi və bu sadəcə türk dili, ərəb dilinin də çətinləşməsi vəziyyətdə modern bir baxışla olduğu zamanda iki dənə yabancı bir kültürün orada olması, bir ərəb bir türk. Yəni bunları təhkir etməklə bərabər, aryanizmlə bərabər olan elə oradakı insanlar da canlarını verdilər. Təbriz məktəbi aradan getdi. İnsanlar həbslərə düşdülər, türmələrə düşdülər və bunun da qırağında da toplum da acımasız oldu. Biz bir-birimizə də rəhm eləməliyik. İnsanlar bir-birini də saxla. Bu sadəcə biz Azərbaycandakı olanlara deyil, bütün şərq toplumlarında. Bir-birimizə acımalıyıq. Mən xatırlayıram yazılarda, Piçiləri hərəkatında Əcəbşehirdə məsciddə piçilərləri yandıranlar oldu. Bunları biz də elədik. Ona görə əsasən bunu vəsətdə də deyirəm. Əsas budur ki, özümüzü eleşdirməmiz lazım. Hər şeydə oturub və danışmamız lazım ki, bizim səhvlərimiz və yanlışlarımız haqq oldu. Baxın, gəldik tam Zırmanın zırt dediyi yer. İran İslam Respublikasının gəldiyi mövqü 1979'da. Bu İran İslam Respublikası 40 illik hakimiyyəti 4 yerə bölünür. Bu, birincisi 10 illik İslam zamanıdır. İran İslam zamanında təbəqəsiz ordu dedikləri daha çox İslami parametrlərlə, daha çox ixvani materiallarla, Azərbaycanlısı olsun, Türkü, Kürdü, Türkməni, Ərəbi nə olsa, bu bircə şəkildə bir ümməti materialla İran-İraq savaşı olur. Çoxlu insanlar orada, gənclər, uşaqlar, 14 yaşı, 15 yaşındakı getdilər orada, öldülər, torpaqlarından müdafiə etdilər. Hər nə düşüncələr olsunlar, onlar hamısı getdi. Böyük bir nəsl aradan getdi, böyük bir sığır atan bir nəsl aradan getdi. Sonra bunların yanısıyla başladı, daha şiddət dərəcəsilə xalq-ı müsəlman məsələsində, Təbriz payqahında, mən orada olmuşam, 4 il oranın burcunda falan da çalışmışam, hava qüvvətlərində, oradakı qırğınların getməsi, o Təbriz payqahını görən var ya, Eçin yanında, arxadan gedir təmir cəhdarı bölgəsinin tərəfində, oralarda mücadilə, şəriət məqalə məsələsində. Bütün oradakı insan haqlarımız da yenə tapdalanır. Siz bilmirəm, Müntəzirin xatirələrini oxuyub sizə yox, yazır ki, şəriət məqalə, mən getdim Xumeyninin yanına, dedim ki, bu adam ayıbdır bu şəriət məqaləyə belə etməklə, bu mərzədir, ayətullahdır falan. Elə bir şey mənə dedi ki, utanıram burada yazmadan. Getdi və şəriət məqaləni televiziyaya çıxartdılar. Sadiq Qutbzadənin ona etiraf edəndə gördü ki, şəriət məqalə Xumeynin yolda bomba qoyacaqdı və onun yerin harada tuvaletin qabağında qoyulaqlar. Hacıqsa sərb olan tuvaletin qabağında qoyulaqlar. O cürdə xərci müsəlman məsələsi. Ta İrandakı olan dediyimiz 80 dönəmlərində sol məsələləri olsun, bu Azərbaycandan da təbii ki, qatılanlar da falan vardı, sol məsələləri qatıldılar və bu İslam dönəmində olur. Sonradan geçirilməyən İslam-İran məsələsi. Bu İslam-İran məsələsində daha çox Azərbaycandakı olan insanlar kimliklərinə vaqif olurlar. İran doğrudur, ikinci sıradadır. Yəni Xatəmi dönəmində ondan sonra İran İrana geçmiyor. Yəni İran İslam'a geçmiyor ki, İran önde olur, sonra İslam olur. Bu dönemde daha büyük bir filizlenen bir dalga yaranır.
Yəni bu birincisi Təbrizin 1378 Günəş ilində Təbriz danışqanının məsələsidir, Salam qəzetinin bağlanmasıdır və Təbriz və dedi o mərkəz piramın, mərkəz çevrə məsələsi ki, bu Latin Amerikanın məktəbində var. Yəni mərkəz səni insansızlaşdırır, yox edib onun rivayəti gedir. Təbriz danışqanının rivayəti getmədi. Hətta bu Məhəmməd Hüseyn Fərhənginin qardaşı olurdu, hatırlarsın. Orada duvardan atdılar Təbriz danışqanı, sonra Tehran danışqanını qoyub, yəni Tehran Üniversitəsinin məsələsi ortaya gəldi. Və buradan bir filiz yarandı. İran İslam dönəmində Azərbaycanda getdikcə ta 1385-ə gəlməsi, daha çox təhqir etmək, daha qiyaslı şəkildə mediada, qazetelərdə yazmaqla bərabər bir təhqir Azərbaycanda və Türklərdə hiss olunur kimlikdə. Ta gedib axır dönəmindəki bu gəlir, indiki dönəmimizdəki İran dönəmi. Və bu dönəmin arasında nələr olur? Bütün bu traktor mekanizmasındakı olan insanlar, bilirsiniz ki, Franco'nun Fado Futbol Fiesta falanı vardı və futbolla kontrol edərdi, yəni Real Madrid'lə falan və bunların çox böyük, yəni Katalanların Barcelona'da Real Madrid'lə çox belə fərqli yönləri var idi davrədə və futbol bir kimlik yarattı onda. Bəyənsək də, bəyənməsək də, eleştirsək də falan olsaq da bu hərəkət getdi və onlardan da tutdular. Çox adamlar ki, hətta bilinsiz bir şəkildə sadəcə özünü gedib orada irayə verməklə bərabər, dəstək verməklə bərabər tutuldu və tapdalandı. 1385-də çox gəncimiz, iş adamımız, çalışan, sitarədar, yəni yıldızlı olan öğrencilərimiz oldu. Üniversiteye girənmədilər, ailələrini çörəyə palanmadılar. Mühəndis Əmani kimi onun ailəsindən əgər xəbər alanlar varsa bilər, Lətif Həsəninin vəziyyətində və ya daha çoxlu adamlar. Və ondan sonra hətta məsələ bu ta 1401 Günəş ilində gəlir. İbrahim kitablarlar kimi, heç kəs burada xatırlanır bəzən. Onun anası fiqan etdi, dedi Azərbaycan, mən sizdən dəstək istəyirəm, ona kimsə baxmadı. Sonunda getdi, Quruşun məzarında video çəkdilər onlar. Zeynalı adında bir uşaq Azərbaycanlı ikilli illərdir onun anası fəryad edir ki, hardadılar, mənə dəstək versinlər, əhəmiyyət verən olmadı. O cür məhvər oldu getdi. Ancaq bunlar da bizim adamımızdır. Sevməsəz də, sizin gönlünüzdə, sizin metrənizdə olmasalar da, bunlar bu torpaqlarında qalır. Bunlar məhv oldular. Qum təpə cəryanını hamınız daha çox bilirsiniz. Ondan sonra Yürüş Mehdəlbəylinin vəziyyəti və ondan sonra Lətifin, onların başlarına nələr gətirdilər, bunları hamısını bilirsiniz. Ta gedib Səttarxan mərasimi rəhbəydə olsa. Tamamilə bunlar filizləndi, fərqliydi, amma bir anomi şəklində. Bir şəxsi məsuliyyətlə bərabər ki, mən bir şəxs olaraq, bir fərd olaraq, bir yurttaş olaraq burada insanlıq vəziyyətim nə edə bilərəm bundan? Mən bu vəziyyətlə, Ulumu Gölü məsələsindən nə edə bilərəm? Yəni, çevrə haqları məsələsindən nə edə bilərəm? Tutulub orada gedəndə getdilər, Cumhurbaşkanı seçdilər, gətirdilər, qoydular ora. Məhəmməd Qayıt yaxşı bir şey yazmışdı, qazetəsi yazmışdı, Pezeşkiyan qoyun paltarında bir qoyundur. Qusfən lider libası Qusfən. Sən də oradan çıxdığın yerdən gedib, oysa Ulumu Gölünə bir şeydir, məndən bir eyni məhəllədir, Urmiyyədən, Ərəbbağın küçəsindədir. Yəni, heç bir şey görünmədi, fəryad edirdi, fiqan edirdi, Azərbaycandır və insanlar bəziləri də çox səmimicəsinə getdilər. Bəziləri də hətta işlərindən doldu, bəziləri təbii ki, rant olaraq getdilər, fərqli yerlərdə işlərindən məşğul oldular. Amma çox insan da işindən oldu, çox insan da ümidsizliyə məhkum oldu. Mən yavaş-yavaş qurtarıram, bunu sadəcə deyirəm ki, bunlara rağmen, hər şeyə rağmen, oradakı olan insanlar, mən sevməsəm də, bəlkə düşüncəsilə də birgə olmasam, insani məsuliyyətim olaraq, onlarla bir demə empati qurmağa çalışıram, dəstək verməyə çalışıram. Əsas bu deyil, biz burada oturub, məsələ, bunları danışaq falan edirəm, ümid edirəm ki, əsas odur ki, oradakı olan düşünsün ki, mənim ailəmin yanında qardaşları var, bacıları var və mənim ailəm gözüm qalmayacaq arxaya. Bu daha çox önəmlidir. Bunun düşünməsi. Oradakı vədud oturub orada düşünsün ki, mən burada həbis türmənin altında çəkirəm, bu zətri, ailəm üçün çəkirəm. Deməsin ki, elə mən burada qalım,
Sıxıb çöldə məni elə azarlayacaqlar ki, zindan mənə yaxsın. Bunu deməsin. Bunu hakimiyyət edir. İran İslam Respublikasının hakimiyyəti bu sözləri yaymaqla bərabər, bu ayrı-seçkiləri yaymaqla bərabər insanları bir-birinə qırdırır. Bu çox daha təhlükəlidir. Bu da çox daha təhlükəlidir. Mən demirəm umud olması. Bir dənə də bu sözü deyirəm, ondan sonra yavaş-yavaş bunları bitirəcəyəm. Stockdale paradoksu vardır. Amerikan əskəri Vietnamda 8 il yatır. Bildiyim qədər, bəlkə rəqəm ədəd doğru deyil, 8 ilə çox olan deyil. Minlərcə işgəncə görür, falan edir və ancaq mücadilə verir və insanlara yol öyrədir, necə mücadilə edəcəksiniz, həbisxanada, necə dayanacaqsınız. O, çıxdıqdan sonra ondan müsahibə edir. Deyir ki, zindanda ən çox zəcc çəkən insanlar və sonra ölənlər və demək olar ki, yaralı olanlar, o müdavim kimi deyir, onlar ki, ümidləri var. Sadəcə ümidlə olmaz. Ümid insanı öldürə bilər, mücadilə vermək lazımdır. Oturub birisini gözləsən, bir şey çıxmayacaqdır. Onlar indi həm ümidləri vardır və həm mücadilə verirlər, ancaq qəddar bir hakimiyyət vardır. Siyasətli bir hakimiyyət vardır. Biz nə qədər də desək, molladır, oturub orada bilmir, ancaq baxınız, 40 küsür ildir bu hakimiyyətdən sonra biz mücadiləni veririk, ancaq haradayıq? Bunu sorgulamamız lazımdır. Ancaq niyə bu salonda olur? Niyə insanlar gəlmirlər? Niyə bu qədər az? Niyə təkrarı cəhbələr? Təkrarı simaları görürük. Bunları oturub düşünməmiz lazım. Mən sizə dərs verəcək yöndə deyiləm, hamınızdan dərs alıram. Ancaq gerçəkdən bunu deməmiz lazımdır. Elə bir qəddar hakimiyyətlə ki, mən Frankenstein bir hakimiyyətlə qarşılayacağım. Mən onu Cumhur İslamı da bunu, Cumhur İslamı bitib. İslam, 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 İran, 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 İslam. Bu 4 dənə bölümdə olan bu Cumhur İslamının inkişafı tamamilə bitib. İndiki olan hakimiyyəti mən tanımıram. Bu nədir bilmirəm. Bu Frankenstein nədir bilmirəm. Və əzabını oradakılar çəkirlər və əsas onlara dəstək vermək budur. Mənim son çıxış yolu. Gözləri arxada qalmasın ailələr üçün, yazılsın, pozulsun, bu rant alan qruplar, falanlar vardır, dərnəklər vardır, milyonlar dolar alırlar falan, onlara baxmayaraq. Əlinizdən nə gəlirsə, mən hətta deyəm bir bakkal adını türkçədə yazlıysa, o Azərbaycan milli faalıdır. Hətta bir türkçə oxuduysa da o Azərbaycan milli faalıdır. Bunların hamısı Azərbaycan milli faalıdırlar və bizim də dəstək olmamız onlara budur ki, ailələri, gözləri yolda qalmasın və bir-birimizi təhəmmül edəyək. Çünki sabah bilmirəm, bugün sizlə danışdım, sabah burada varsınız ya yox, ya və sabah mən ölüb gedə bilərəm. Və bu əsas məsələdir ki, dəyərimizi bilməliyik, bir-birimizin yanımızda olmalıyıq. Hərçən ki, mən külli quyu edə bilirəm, sevməyə də bilərsiniz məni. Sevməyində də problem deyil, mən də sizi bəlkə sevməyə bilərəm. Bəlkə sevə də bilərəm, bunlar əsas problem deyil. Əsas budur ki, orada bir yerdə oturmuşuq və hələ əkməyimiz bozulmamışdır. Oqtay Akbal'ın dediyi kimi, çox sağ olun. Deməli, Pərviz bəyin çıxışında əsas məsələ İranda azad mətbuatın boğulma mexanizmləridir. Yəni, İran hökuməti hansı tədbirləri görür ki, bu azad mətbuatı belə deyim də sıxışdırır və onu bir sistemi şəkildə həyata keçirir. İran hökuməti azad mətbuatın yarı nəzarətin üçün məqsədli tədbirlər görür. Xüsusilə hökumətə qarşı etirazlardan sonra öz yanaşmasını xeyli təkmilləşdirir və daha fərqli yollarla, fərqli üsullarla həm zorakılığı artırır, həm də eyni zamanda o fərqli fikirləri susturmağa çalışır. Müstəqil xəbərlərə çıxış həm ölkə daxilində, həm də ölkə xarici şəkildə məhdudlaşdırılır. Yəni bunlar təkcə İran coğrafi ərazisində deyil, eyni zamanda kənarda da olan, yəni o azad medianı belə deyim də və yaxud da ki, alternativ informasiya belə yayımını məhdudlaşdırmağa çalışır. Hökumətin istifadə etdiyi əsas üsullar, jurnalistlərin qorxudulması, həbs edilməsi və təhdid olunması, müstəqil media qurumlarının bağlanması və nəzarət altına alınması, rəsmi mövqeyə zidd məlumatların senzura edilməsi, yəni dövlət rejim maksimum dərəcədə çalışır ki, alternativ fikir olmasın, əks fikir olmasın, opozisyon, yəni müxalif fikir olmasın. Xaricdəki müxtəlif media qurumlarına qarşı kiber hücumlar, təhdidlər və qarayaxma kampaniyaları. Yəni bizim biraz tanış mövzulardır, nəsə. Yəni bunlar xüsusilə xaricdəkiləri bilirlər ki, fiziki olaraq nəzarət altına almayaraq bu üsullarla həm kiber hücumlar bilirsiniz, həm təhdidlər, həm də onlara qarşı sarı mətbuat üsuluna istifadə olunur.
dövlət təbliğatının xaricdəki əlaqələr şəbəkələr vasitəsilə yayılmasıdır. Eyni zamanda dövlət həm də orada özünün əks mexanizmi qurur ki, yəni rejim belə deyim də nə edirsə düz eləyir. Və bunların nəticəsində son vəziyyət belədir. Xüsusilə etnik azlıqların yaşadığı bölgələr haqqında qeyri-bərabər və ədalətsiz mediada məlumatlar dolanır. Yəni həmin o Azərbaycanlılar və yaxud digərləri və yaxud da ümumiyyətlə bu belə deyim, baş verən hadisələr, siyasi aktivlik və s. fikirlərin o mətbuatda yayılmasına qarşı başqa cür informasiya verir. Cəmiyyətdə parçalanmanın dərinləşməsi. Çalışırlar ki, yəni müxtəlif qruplar həm siyasi cəhətdən, həm etnik cəhətdən, həm dini cəhətdən müxtəlif ayrı-ayrı cəmiyyətdə olan toplumlar, qruplar arasında həmişə parçalanma olsun. Onlar haqqında onların bir-birlərinə münasibətləri olmasın ki, əks fikirli belə deyim də toplum və yaxud da ekstremist qruplar bir-birindən birləşə və yaxud həmrəy, vahid mövqedən çıxış eləyə bilməsinlər. Etibarlı məlumat çatışmazlığı səbəbindən qeyri-müəyyənlik və inamsızlıq. Və bunun da nəticəsində həmin o inamsızlıq formalaşır ki, yəni çünki insanlar, sadə insanlar bilə bilmir ki, hansı məlumat daha çox düzgündür. Bəzən elə olur ki, o ötürülən informasiyalar bəlkə də bir kontekstdə, məsələn, belə narazı qüvvələrin harada bir marağın deyək ki, ifadə edirsə, amma əsas mahiyyət odur. Əsas mahiyyət odur ki, belə deyim də, o etirazçı qüvvələrin bir-birinə qarşı o dediyimiz kimi, necə deyim, bir-birinə qarşı inamsızlığını artırsınlar. Eyni zamanda demokratik inkişaf və ictimai dialoq üçün imkanların zəiflədilməsi. Maksimum dərəcədə həmin fikrə gəlib çıxır ki, maksimum dərəcədə çalışırlar ki, o ictimai dialoq imkanları zəifləsin və o insanlar dialoq tapa bilməsin. Nəticə odur ki, sonda İrandakı vəziyyəti anlamaq üçün rejimin informasiya üzərində nəzarət mexanizmlərini anlamaq lazımdır. Yalnız bu halda cəmiyyətin problemlərinə toxunmaq və daha çox şəffaf və azad deməli mətbuat üçün yollar axtarmaq mümkündür. Teşekkür ederim. Sağ olun. Baxınız, əsas məsələ burada budur ki, biz insan haqları ticarət olaraq baxmayaq. Əgər biz insandan danışırıq və insanın dəyərindən söhbət edirik, budur ki, Azərbaycanda fərq etmir ki, bu şimalda olsun və ya cənub olsun, əsas önəmli bu insan mərkəzli olaraq düşüncənin ətrafında birləşər. Bu sadəcə türmədə olan, repressiyaya məruz qalan və yaxud fərqli partiyalardan olan insanların məsələsi deyil. Bəlkə insan və onun içində olan Azərbaycanlı insanın dəyəri bilək. Bunun ailəsi nə durumda, bu hardan qazanır, nə etməlidir, qarnını doydura bilirmi? Bunlar məsələdir. Yoxsa fotoğraf paylaşmaqla, yoxsa ayrışdırmaqla bir-birimizdən, kənarda durmaqla biz bir yerə çata bilmərik. Və elə bugün danışdığım sözü mən 5 il sonra da eynisini danışdıracağım. Bu sadəcə ilk başda özümüzdən başlamalıyıq. Necə dəstək verməliyik? Hərə öz əlindən gələn təxəssüslə və hünərlə dəstək verməlidir. Yoxsa dağıtmaq çox rahatdır. Siz məni sevməyə bilərsiniz, mən sizi də sevməyə bilərəm, tanımaya da bilərəm. Ancaq indiki durum elədir ki, sevməyə bir-birimizi məcburuq. Teşekkür ederim. Çox.